Belə təəssürat var ki, Azərbaycan hakimiyyəti fürsətçilik edib. Yəni baş verənlərin fonunda, xüsusilə Ukrayna-Rusiya təmaslarındakı kontekstində, yəni region olan səfərin yəni uğursuzluğu fonunda, yəni Azərbaycanda Trumpın elçisini qəbul etmək üçün belə bir yalanda bulunublar. Amma yəni aydın oldu ki, bu yalanın arxasında, yəni dediyim kimi, yəni yalnız bir məqsəd var idi ki, Trump administrasiyasının diqqətini çəkmək. Yəni siz də o vaxt təhlil edirsiniz ki, ola bilər ki, burada həm də İsraillə münasibətlərin formalaşması kontekstində Trump administrasiyasına yaxınlaşmaq layihəsi var. Bir də Qarabağ məsələsi, Ermənistan-Azərbaycan məsələsi. Amma bilirsiniz, yəni sonraki tələblər də, yəni əvvəla bu tələblərlə bağlı ABŞ-da müxtəlif analizlər var. Yəni bundan qabaq Biden komandası cəlb olunmuşdu və onlar təhlillər edirdilər. Yəni Azərbaycan hakimiyyətinin istəyi nədir, arxasında nə deyə bilər, necə bu, yəni Azərbaycan xalqının milli maraqlarına uyğundur. Ümumiyyətlə biz nə istəyirik indiki məqamda, yəni regionda? Bütün bunlar, yəni müxtəlif bunların analizləri, bu senarilər yəni açıqlanıb, bəziləri yəni daxili administrasiyalar arasında ötürülüb. Yəni münaqişəyə məşğul olan xüsusi bir elçi olmasa da hal-hazırda münaqişəni anlayanlar var. Yəni onlar təhlillər edirlər. Konqresin özündə məsələn bir araşdırma mərkəzi var və o cümlədən Dövlət Departamentində. Yəni ilkin təhlillər bu olmuşdu ki, yəni bunun arxasında heç bir real nəticə yoxdur. Real iş görürüm. Mən də sizin efirə o vaxt yəni biz izah etdik yəni dinləyicilərimizə ki, Azərbaycan hakimiyyəti çıxdı birdən-birə yəni nazirin adından belə bəyanat verdi ki, bəs biz yəni sülh anlaşmasını qəbul etmişik. Daha doğrusu razılaşdırmışıq, qalıb bircə imzalamaq. Mən xatırlayıram, mən Twitterdə post atmışım, siz də yəni onu vurğulamışsınız. Mən orada hakimiyyətin əsl niyyətini yazmışdım ki, bu niyyət Trump komandasından zəng almaq və yaxud da görüş almaq idi, səfər almaq idi. Və əlbəttə onun arxasında bir niyyət də var idi ki, biz hadisələrin fonunda gördük ki, yəni həmən gündən, həmən bəyanatdan bir neçə saat sonra ölkə daxilində və xaricdə mühacirlərə qarşı olan hücumlar, yəni təzyiqlərin artması, bütün bunun fonunda biz qərbdən gələn heç bir bəyanat görmədik. Yəni qərbin susqunluğunu almaq, yəni Azərbaycan-Ermənistan yəni nizamlaması fonunda. Sonra biz nə gördük? Elə mən özüm açığı, mən o tweetin altında yazılan şərhlərə baxanda görürəm ki, ora Azərbaycan hakimiyyətinin trolları gəliblər, ingilis dili trollardır. Mənə yazırlar ki, sənin bu postunu Anka bəyənəcək. Mən də baxıram, yaxşı, bunu yazan kimdir? Görürəm, Harvard məzunudur. Yəni mən postunda, yəni Azərbaycan hakimiyyətinin faktlarla boylanan deyim ki, Azərbaycan hakimiyyəti burada heç bir görüş keçirməyib, heç bir yəni irəliləş əldə etmədi. Yəni doğrudan Harvard məzunudur, yoxsa trolldur? Yox, adam yazıb profili var, yazıb Harvard məzunudur. Troll yəni. Bəli. Yəni söhbət ondan gedir ki, biz siz xalqımızı, yəni bu cür, yəni bu yəni ünsürlərlə, onların narrativləri ilə, yəni yanlış istiqamətə yönəldilər, həm də beynəlxalq siyasətdə. Yəni faktiki olaraq qəbdə sual verilir. Azərbaycanın istəyi nədir hal-hazırda? Bilirsiniz, Sərçə xanım, siz, mən, biz elə bir yəni nəslin nümayəndələri ki, biz yəni jurnalistikaya gələndən bəri bu münaqişəni 30 il ərzində işıqlandıra biz xalqımıza təlqin edirdik, yəni bəzi reallıqları. Məsələn, bizə deyilirdi və biz də yəni anlayırdıq ki, bu həqiqət idi ki, məsələn, biz deyirdik ki, erməni xalqı xəstəliyə yoluxub. Elədirmi? Və biz bunu nəyə görə deyirdik o 30 il ərzində? Çünki erməni xalqı yəni nə baş vermişdi? Yəni hansısa bir xüsusilə bu Rusun layihəsi də ayrı məsələdir. Amma hansısa bir tarixi deyək ki, reallığa boylanırdı və deyirdi ki, yəni öz aləmində, yəni əslində real da deyil, sadəcə olaraq istinad edir ki, bəs ki onun tarixində böyük Ermənistan olub, yəni tarixən Qarabağ onlara məxsus olub və s. və ilaxır və ona görə də bu müharibəni yəni xalq yəni olaraq yəni erməni xalqı yəni əsaslandırmağa çalışırdı. Və biz də yəni praqmatik xalq olaraq dünyaya da dedik, öz xalqımıza da deyirdik. Biz jurnalistlər o dövrün məhsullarıyıq. Biz deyirdik ki, bu xəstəlikdir. Yəni sən xalqı yəni hansısa bir tarixi gerçəkliyə söykənərək yəni beynəlxalq sərhədləri dəyişmək müharibəsini aparırsan və bunu Ermənistan 30 il tətbiq etdi. Sonra baş verdi, erməni xalqı yəni ağıllandı, ayıldı. Müharibə indi bir reallıqdır, amma müharibədən sonra baş verən daha vacib reallıqdır ki, axı müharibəni uduzan Paşinyana bu xalq səs verdi. Bir dəfə də yox, 2 dəfə səs verdi. Və xalq artıq yəni bu beynəlxalq sərhədləri dəyişmək iddiasından əl çəkib və sülh anlaşması imzalamağa çalışır. Belə anda bizim xalqımızı bugün Azərbaycanın Rus baş hakimiyyəti özü də Moskvadan gələn sifarişlərin fonunda
bax bizim vaxtilə xəstəlik dediyimiz xəstəliyə yoluxdururlar. Yəni beynəlxalq sərhədləri dəyişmək, hansısa bir ölkənin ərazisində özümə nə bilim dəhliz açmaq və s. Bilirsiniz, mən bir dəfə sizin efirdə eyham vurmuşum və bunun haqqında düşünməyə həqiqətən də ehtiyac var xalq olaraq. Azərbaycanda mən demişdim, yəni Ermənistan Azərbaycanlıları var və onlar Azərbaycandadılar. Yəni və onlar necə ki Gürcüstan Azərbaycanlıları var, yəni və İran Azərbaycanlıları var ki, biz onlardan ömür boyu istəmişdik ki, onlar öz o ölkələrinin daxilində öz mübarizəni aparsınlar. Onu Azərbaycanın xarici siyasət mövzusuna çevirməsinlər. Nə demək? İndi Azərbaycanda belə bir reallıq yaranıb ki, həmin bu Ermənistan Azərbaycanlıları Azərbaycanda hakimiyyətdədirlər. Və onlar, yəni onların qayıtması, Ermənistan daxilində necə deyirlər, yaşaması, məskunlaşması sülh anlaşmasından sonraki proses olmalıdır. Niyə görə? Çünki əvvəlcə bir inam formalaşmalıdır. Yəni iki ölkə arasında sülh anlaşması olmalıdır ki, biz sonra bir-birimizə deyək ki, yaxşı mən köçüm ora, sən köç bura. İstəsən yəni Bakı erməniləri, nə bilim Sumqayıt erməniləri, o cümləndə yəni Ermənistan Azərbaycanlılar, onlar qayıtsınlar. Necə ki Ermənistan Azərbaycan erməniləri Bakıya qayıtsınlar, Sumqayıta qayıtsınlar. Onların bizim xarici siyasətimizi müəyyənləşdirmək hüququ olmadığı kimi, indiki yəni Azərbaycandakı yeraz dediyimiz, yəni Ermənistan Azərbaycanlıların da yəni bizim xarici siyasətimizi dəyişmək hüququ yoxdur. Yəni bizim xarici siyasətimiz məhz burada durmalıdır. Yəni Azərbaycan Ermənistan sülh anlaşması imzalanmalıdır. Çünki biz xəstə millət deyilik ki, Rusiyanın etdiyini edək və yaxud Ermənistan etdiyini edək vaxtilə. Yəni bunlar hamısı Rusiyanın layihələri idi. Sərhədi keçmək bizə qalmayıb. Bizim üçün iki ölkə arasında sülh anlaşması imzalamaq və bunun fonunda yəni daimi yəni sülh şəraitini yaşamaq qonşu millətlə. Budur bizim realımız. Baxın mən elə sizinlə söhbət etdiyim dəqiqələrdə yəni mən bu görüşdən, yəni bu müsahibədən əvvəl Baltik ölkələrinin 3 xarici işlər nazirini Vaşinqtonda qarşılama mərasimində idim. İndi onlar bugün və sabah Vaşinqtonda olacaqlar. Adam həsəd aparır. 3 Baltik ölkəsi Latviya, Litviya, Estoniyanın xarici işlər naziri bura gəlir. Birinə sual versən, o biri cümləsini tamamlayır. Bu qədər, yəni bir regionun lideri olmaq, region ölkələri olmaq bu deməkdir. Üçü də birdən çıxırlar. Turellər, yəni Baltik ölkələrinin forumu var. Hər dəfə biri rəhbərlik edir. Sən durub yəni öz regionda, yəni de ki mən səni işğal edim, sən məni işğal et. 30 il bu cür yaşaya, 30 il başqa cür yaşaya və çıxaq beynəlxalq ictimaiyyətə deyək ki, mən region lideriyəm və s. Yəni belə anda nə ki region sən heç yəni kəndin lideri belə ola bilməz. Biz gərək 3 ölkə, yəni bir yerdə yaşamaq üçün bir-birlərinə qarşı iddiadan əl çəkməlidir ki, bunu Ermənistan, yəni dediyim kimi xalq olaraq o vaxtilə Rusların yəni sifayişi ilə yoxduğu xəstəlikdən artıq xilas olubsa, biz bunu gərək böyüklük edib, yəni hər halda buna bir son qoymalıyıq. Ona görə sülh anlaşması imzalanmalıdır ki, sonradan yəni vasitəçilərdən də imtina etmək olar, çünki vasitəçiyə ehtiyac belə qalmır. Və yaxud da ki, yəni referendum və s. məsələsində Ermənistan açıq deyir ki, mən referendumda keçirməyə hazıram. Yəni referenduma kim səs verməlidir? Erməni xalqı. Onlar necə səs verməlidirlər ki, onlar bizimlə hələ sülh şəraitində yəni yaşaya bilmirlərsə əgər ortada heç bir sülh anlaşması yoxdursa. Bilirsiniz, İlham Əliyev bir tərəfdən çıxır deyir ki, mən yəni tutaq ki, indi Trumpı diqqətə çəkmək üçün, yəni bu yalan təbliğatı aparır ki, ki sülh anlaşmasını yəni əldə etmişəm. Digər tərəfdən çıxır deyir ki, Azərbaycan yəni hər halda özü də olmasa bunu dedizdirirlər, yəni də ki birbaşa olaraq MTN əmrlərə ki, bəs Azərbaycanda müxalifət yoxdur. Yəni bir nəfər də tənqidçi müxalifət yoxdur. İlham Əliyev ona cavab olaraq deyir ki, bəs bilirsiniz müxalifət olmaq olar, amma deyir ermənilərlə yəni birlikdə birləşmək olmaq, yəni bu Azərbaycan qarşı düşmənçilikdir. Yaxşı, sən geri düşmənçiliyə son qoymaq üçün erməni xofundan, o xoxan amilindən əvvəla özün imtina etməlisən. Birincisi, yəni gəlin reallığa boylanaq. Mən Azərbaycanda ermənilərlə əməkdaşlıq edən heç bir müxalifətçi tanımıram. Heç bir müxalifət partiyası ermənilərlə əməkdaşlığa yəni nə özü cəlb olunub, nə də ki bu yəni barışıq prosesində bu prosesdə iştirak edib. Bizim xalqlar arası əməkdaşlıq prosesi var ki, orada partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri cəlb oluna bilərdi ki, bu da baş verməyib. Yəni heç bir Azərbaycan müxalif qüvvəsi heç vaxt yəni ermənilərlə təmasda olmayıblar bu dövrdə, elədirmi? Amma mənə görə Rusiya ilə yəni təmasda olan, Rusiyanın qucağında oturan hakimiyyət görürəm ki, bu, yəni onun Rusiyaya işləməsi, onun Rusiya ilə birləşib Azərbaycan milli maraqları əleyhinə çalışmasını ölkə daxilində yəni həqiqi təhlükə odur. Onu gizlədir.
Amma ermənilərlə bizimlə sülh müqaviləsi imzalanmağa hazır olan bu gün sabah ermənilərlə hansısa əməkdaşlığı ölkə daxilində xoxanlıq kimi yəni tətbiq edir. Əvvəla bu yoxdur birincisi. İkincisi bu olmalıdır. Mən düşünürəm ki, xalqlar arası təmaslar başlamalıdır, sülh müqaviləsi imzalanmalıdır ki, biz nəhayət ki, iki ölkənin xalqı bir yerdə yaşaya bilək. Özü o xalq ki, biz bilirik ki, o artıq referenduma gedib, 2 dəfə seçki qutusuna gedib və müharibəni udusan Paşinyana səs verir. O deməkdir ki, artıq onlar bizimlə müharibə, şovinizm Ələkbər bəy, axı sülh müqaviləsinin elə birinci şərti tərəflərdə etimadın qurulmasıdır da. Yəni elə sizin dediyiniz o birinci addımın birinci mərhələsidir ki, imtina edirsən xoxan yaratmaqdan, bir-birinə etimad yaratma işlərinə başlayırsan. Yəni ona görə bu əslində bir simvolikdir ki, yəni İlham Əliyevin beynində bu sülhün hərfi də yoxdur. Çünki o da çox gözəl bilir ki, öhdəlik götürməlisən. Yəni Paşinyan da bunu ürəyindən olduğu üçün etmir. Onu da dil buna gətirirlər ki, sülh istəyirsənsə sülhün alt çoxluqları budur və birinci sırada, birinci yerdə bu dayanıb ki, xoxandan imtina edirsən və qarşılıqlı etimad yaradırsan. Bir tərəfdən də, yəni üzr istəyirəm sözünüzü kəsdim Səmiş xanım. Bir tərəfdən də burada məsələn oturub strateji düşünənlər, yəni düşünürlər ki, biz bu iki ölkə arasında yəni müqaviləni imzalatmağa məcbur edəcək hal-hazırda. Bu əslində Biden komandasının gəldiyi son nəticə təhlillər nəticəsində gəldiyi son necələr dirəniş nöqtəsi bu idi ki, yaxşı biz bunları məcbur etsək ki, yəni sülh imzalasınlar. Əslində bunlar xalqları heç vaxt hazırlamayıblar. Və xalqların köçmək məsələsinə gəldikdə, yəni Azərbaycanlıların Ermənistana köçməsinə gəldikdə, Ermənilər Azərbaycana köçməsinə gəldikdə, əslində bu xalqlar başqa ölkədə, digər ölkədə yaşaya bilməzlər. Məsələn, Azərbaycan diktatura daxilində daha da sərt diktaturaya çevrilir. Ermənistan isə daha çox azadlıqların tətbiq olunduğu bir ölkəyə çevrilir. Getdikcə Avropaya qoşulmaq istəyir. Yəni bir tərəfdən biz yəni Ermənistan Azərbaycanlılarını biz necə göndərə bilərik? Yəni avtoritarizmdən çıxmış yəni milləti necə göndərə bilərik yəni Ermənistana və yaxud da necə ermənilər yəni Bakıya, Sumqayıta və yaxud bu qarşılıqlı köçlər əgər baş versə. Bu mümkün deyil. Hakimiyyət də bunu bilir və bilə-bilə də daha da çox yəni o rəngi tündləşdirir. Azərbaycanda bu rəng, yəni diktatura rəngi daha da tündləşdirilir. Və yaxud siz dediniz ki, barışığa cəlb olunan şəxslər kimlər? Yəni vətəndaş cəmiyyətinin bütün düşünən beyinləri İlham Əliyev, yəni kimlər ki, hətta azadlıqda idi və daha pragmatik düşünürdülər. Siz mən bugün yəni əlləri çalsa biz də həbsdə olarıq. Hamısını həbsə atıblar ki, ona görə ki, xalqa normal işıq, yəni işıq yolunu göstərəcəkdilər. Və hakimiyyətin əsl hədəfi nədir? Ölkədə həqiqi düşmənçilik, hansı ki özü buna cəlb olunub, Rusla birləşib Azərbaycan milli maraqları əleyhinə, onu xalqın diqqətinə yayınmaq və deyir ki, üzrsən bununla mən vurğulamasam ürəyi partlayar. Deyir ki, yəni müxalifət deyir ölkəyə qarşı yəni necələr dövlətə qarşı xəyanət edir və ermənilərlə birləşir. Mən Azərbaycanın 32-33 illik, artıq 34 illik tarixində açıq deyəcəm, Azərbaycanın 34 illik tarixində 33 ildən artıq çoxdur biz müstəqillik. Bu tarixdə, müstəqillik tariximizdə ermənilərlə birləşib öz dövlətini, öz necələr paytaxtındakı hakimiyyətin mövqeyini zəiflədib. Yəni və bu zəiflikdən istifadə edib erməni ilə birləşib hakimiyyətə gələn bir nəfər tanıyıram. Heydər Əliyev. Və bunu İlham Əliyev çox gözəl bilir. Bunu özləri ediblər. Öz etdiklərini indi bu 30 ildən sonra Azərbaycanda hansısa müxalifətin adına ona görə yazır ki, özü gözəl bilir ki, yəni bu xəyanət necə baş verir. Amma Azərbaycanda onlardan başqa heç kəs belə xəyanət yolu seçməyib. Mən belə bir potensialı dırnaqarası olan şəxsən. Tamamilə doğru. Tam onluğa vurdunuz. Yəni arxivdə var bunlar ki, Heydər Əliyev necə ermənilərlə işbirliyinə gedib, Naqorno-Qarabağska Respublikanı tanıyıb. Naxçıvandan oturub, yəni Naxçıvandan, bəli. Yəni ermənilərlə birləşib, hamının gözünün qabağında baş verir. Biz uşaq deyilik, yəni yaşımız imkanı ki, xatırlayaq. Amma əsl hazırda baş verən xəyanət Rusla birləşməkdir. Bu saat ən böyük xəyanət odur ki, o Rusla birləşib Azərbaycanın milli maraqları əleyhinə gündən-günə ölkəni satır və hal-hazırda işıq ucu ki qalmışdı, az çox ki biz 3 Cənubi Qafqaz ölkəsi yaranmış şəraitdə Ukrayna ətrafında baş verənlərin fonunda, yəni Rus yəni bu əskərinin yəni başının əzilməsi fonunda, yəni zəifləməsi fonunda üç ölkənin azadlığa çıxıb bir-birinə yəni qucaqlaşıb, birbaşa necələr demokratik dünyaya
inkişaf necə deyirlər, inkişafa doğru İnteqrasiya etməsi. bəli, inteqrasiya etməsinin bu layihəni, bu imkanı biz xalqlarımızın əlindən alırıq. Yəni yaxşı İlham Əliyev alır, o cümləndə Gürcüstana kömək edir ki, o da alsın. Amma Ermənistan fərqlidir. İzolyasiya olunmaqla əslində Azərbaycan və Gürcüstandan izolasiya etməklə özünü daha da sürətlə, yəni bu prosesdə yəni inteqrasiyaya doğru aparır. Dediyim kimi, hal-hazırda Bakıdan baxanda ən böyük xəyanət əslində Ermənistana deyil, yeri gəlmişkən dediyim kimi, bunu etmək istəyən də yoxdur. Mən görməmişəm ki, bunu kimsə etsin. Amma ən böyük xəyanətlə özləri məşğuldurlar ki, Rusla birləşirlər və Azərbaycan milli maraqları əleyhinə gecə-gündüz daxildə, xaricdə fəaliyyət göstərirlər. Yəni Əliyev də inteqrasiya istəyir. Bunu da ədalət naminə deyək. O da istəyir ki, üç respublika bir yerdə olsun. Ermənistan, Azərbaycan, Gürcüstan. Amma Rusiyanın qoltuğunun altında. Yəni yeganə fərq bundan ibarət. Deyir ki, gəl bu yaxınlarda yeri gəlmişkən son çıxışında, bilmirəm siz fikir verdinizmi ona? Deyir, bizim artıq belə bir təcrübəmiz də var. Biz Sovet respublikaları idik və s. Yəni adam hələ də bunu SSR-nin bərpasına inanır. Deyir, var da təcrübə. Niyə biz bilmədiyimiz qəribə gedirik, əgər biz SSR-yə qayıda biliriksə? Biz bunu ondan əvvəl onun ağalarından eşitmişik axı. Yəni Putindən eşitmişik, dəfələrlə deyib, yəni və bunu bərpa etmək niyyətini gizlətmir. Amma biz həm də hal-hazırda buna qarşı birləşən, yəni hal-hazırda əlbəttə ABŞ, yəni də ki, müxtəlif formalarda yəni rolunu zəiflədə bilər, artıra bilər, amma buna qarşı birləşən elə məhz region ölkələrinin xalqlarını görürük. O cümləndə dediyim kimi Gürcüstanda baş verənlər. Məsələn, son zamanlara qədər xalqımıza nə deyirdilər? Gürcüstanda nə bilim hansısa bir netçilərdir, NDI-çilərdir, yəni USA-dən pul alanlardır küçələrdə. Nə net var, nə NDI var, nə açıq cəmiyyət institutu var. Doğrudan, hamısı bağlanıb, amma xalq çıxmır meydanlardan. Necə olur o? Amma nə var? 117 gündür ki, 117 gündür evinə getməyən Gürcü xalqı var. Onların məsələn elə 2 gün qabaqki böyük bir aksiyasına baxın. Onların evinə gedəcəyini biz eşitmişdik. Azərbaycan və Gürcüstan hakimiyyətləri yanvarın 21-də elan etmişlər ki, evə gedəcəklər. Yəni ondan sonra da çıxmayırlar küçəyə, Trump gəlir, nə bilim ki, onların maliyyəsi kəsiləcək. Amma nə görürsüz? Yalan idi. Hamısı ağ yalandır. Bütün regionun xalqları hətta yəni son bir neçə həftədə daha da çoxlu aksiyalar biz şahid olmuşuq. Rumuniyada şahid oluruq, Macaristanda şahid oluruq. Hər yerdə. Yəni bu nə baş verir? Nə görürsüz? Onu görürsüz ki, xalqlar yəni adı ilə çağırırlar rejimlərini. Yəni ən böyük problem nədir Azərbaycanda? O cümləndə Gürcüstanda nə idi o problem? Getmək vaxtı çatanda, getmək qapısını tanımayan, yəni getmək istəməyən rejimlər. Bunlar öz gözlərindəki qaşı görmürlər, gözlərinin üstündəki qaşı görmürlər. Başqalarının gözündə nə axtarırlar? Ən böyük problem odur ki, sən getməlisən. Çoxdan getməliydin. Axı ABŞ-ı pisləyirsiniz. Yaxşı, ABŞ bugün pis günlərini yaşayır deyirsiniz. Aydındır. Mən də sizin efirdən, yəni xatırlayım 6 il qabaq demişdim ki, Trump'ı bəyənmirəm, amma Trump gedəcək. Yəni səs verməyəcəyim. Nə baş verdi? Növbəti dəfə xalq səs vermədi. Gələn dəfə yenə səs verdi. Yəni hər ölkələrdə, yəni müxtəlif rejimlər, müxtəlif düşüncə tərzinin daşıyıcıları var. Hansı millətlər yəni bir düşüncə tərzinə qarşı müharibə açırsa və onu heç vaxt hakimiyyətə buraxmırsa, o millətlərdən danışmalıyıq. Azərbaycanda bu baş verib. Yəni 32 il, 33 il, 34 il, elə mən ondan qabaqki dövrümdə danışmıram. Ailə hakimiyyəti öz gözünün üzərinə qarşı görmür. Güya ki, bunların hakimiyyətə getmək istəməməsi problem deyilmiş. Güya ki, Gürcüstanda vaxtı gələndə getməli olan rejimin getmək istəməməsi problem deyilmiş. Güya ki, problem bu gələnlərə qarşı, yəni getməli olanlara qarşı get deyən xalq deyilmiş. Güya ki, onları ABŞ maliyyələşdirilmiş. Türkiyədə bunu biz eşitdik neçə vaxtdır. Nə baş verir indi? Yoxdur o institutlar. Vaxtıyla onları günahlandırırdınız. Amma küçələrdə nə görürsünüz? Xalqları görürsünüz. Üzləşin, hesablaşın, dərsinizi alın. Bugün dərs çıxarmasanız, sabah dərs özü sizi çıxaracaq.